şəhərində keçirilən 4-cü Uşaq Kitab Festivalı başa çatıb. Festival çərçivəsində uşaqlar üçün yazarlarla görüş, nağıl və şeir saatları, müxtəlif intellektual əyləncəli proqramlar keçirilib. Qeyd edək ki, festival 10-13 aprel tarixlərində baş tutub. Artıq 4-cü dəfədir təşkil olunan Uşaq Kitab Festivalı bir çox cəhətləri ilə yadda qalır. Ən önəmlisi odur ki, nəşriyyatlar özlərinin uşaq şöbələrini açıblar və bu sevindirici haldır. Mimta yayımları da təqdirə layiq bir addım atıb, Yaz Yayımları adında uşaq nəşriyyatı qurub və artıq bir neçə kitabları ilə uşaqları sevindirir. Və bu kimi tədbirlərin şəhərin əlçatan yerində olması daha yaxşıdır. İnsanlar marşrutdan daha rahat istifadə eləmələri, daha rahat çatmaları, əlverişli yerdə olmaları təqdirə layiqdir. Və arzu edirik ki, əvvəlcədən bu kimi tədbirlər məktəblərdə daha çox təbliğ olunsun. Məktəblərə öncədən daxılların paylanması təqdirə layiq addımdır. Uşaqlar hər biri sevincək əllərində daxılları ilə bu sərgiyə daxil olurlar və öz seçdikləri, sevdikləri nəşriyyatlara yaxınlaşıb kitablar əldə edirlər. Mən bu işdə təşkilatçılara təşəkkür edirəm, uğurlar. Maraq doğrudan da var, çox yaxşı təşəbbüsdür. Əslində mütaliəyə uşaq yaşlarından başlanmalıdır. Biz də çalışırıq bu boşluğu dolduraq. Yəni indi gələn uşaqlar 5 ilin, 10 ilin, 15 il sonranın aktiv oxucularına çevriləcəklər. Onları uşaq yaşlarından bunu aşılamaq lazımdır. Biz də maksimum dərəcə çalışırıq ki, gələn belə qonaqlarımızı onların sevdiyi nağıl qəhrəmanları, personajlarla yola salaq, onlara kitab oxuma vərdişini aşılayaq. Artıq bugün sonuncu gündür, ona baxmayaraq yenə də maraq var və gələnlər çoxdur. Bugün bildiyimiz kimi sərginin son günüdür. Əslində mənim üçün çox maraqlıdır ki, bütün valideynlər, uşaqlar, müəllimlər bugün bu sərgidədirlər və düşündüyümdən çox maraq var sərgiyə. Bu həqiqətən də qürur verici bir haldır ki, uşaqlar öz yığdıqları pullarla gəlirlər və burada istədikləri kitabları seçib ala bilirlər. Ümid edirəm ki, növbəti sərgilərdə bundan daha çox maraqla qarşılaşarıq. Mən bu kitab sərgisində iştirak etməyi sevirəm, çünki kitabları çox sevirəm və hamıya belə gözəl kitab sərgisinə gəlməyi tövsiyə edirəm. Çünki burada bir-birlərindən fərqli kitablar var və bu kitablar hamısı çox maraqlıdır. Hər bir yaşa uyğun kitablar var və kitabları çox sevirəm. Nə qədər evimdə dolu kitablar var və bu sərgini yaradanlara təşəkkür edirəm ki, belə bir gözəl əlverişli sərgilər yaradırlar ki, bizim yaşlı uşaqlar bu gözəl sərgilərdə iştirak edirlər. Əvvəllər sadəcə kitabın üzünə görə, kitabın parıltısına görə seçilirdi. Ancaq bu festivalda mən nəyi sezdim? Valideynlərlə bərabər həm də uşaqlar kitabın anotasiyasını oxuyurlar. Bu çox böyük irəliləyişdir və anotasiyasını oxuyub sonra sual verirlər və kitabı ona görə seçirlər. Məncə növbəti illərdə biz mütaliə ilə bağlı çox ciddi irəliləyiş hiss eləyəcək və balaca oxucuların sayında da ciddi irəliləyiş hiss eləyəcək və mən buna çox sevindim uşaq yazarı olaraq və bir pedaqoq olaraq.